bizim insanlarımızdan yoktu. Allah korusun, dünyanın harasında bizim insanlarımız varsa onların özlerini, sevdiklerini, sevenlerini, hatta başka milletten olup bizim o insanlarımızı sevenlere de dua edirəm, arzu edirəm ki, onlar da sağlam olsunlar. Çünkü her gün oxuyuram bir Azərbaycanlı Amerikada falan sahədə çox yüksək bir mövqeyə gəlir, kimisi Londonda gəlir, kimisi dünyanın hər yerində. İndi Rusya, Ukrayna demirəm, keçmiş Orta Asya ölkələrini demirəm, keçmiş MDB ölkələrini demirəm. Yəni onsuz da hər birində Azərbaycanlılar çox fəaldılar, öndədirlər. İndi mən Dubaydan yaxından orada da gördüm ki, Azərbaycanlılar çox gözəl mövqeləri var, çox qoçaqdılar. Elə gül bağında o sevgi bağı var. Gəzəndə görürsən ki, sağından solundan salamlaşmaq. Görür, deyirəm, doktor necəsən, təəccüb edirəm ki, burada harada, Dubayda bunlar nə gəzir. Sonra məlum olur ki, iş adamlar, iş qruplar işləyirlər. Ona görə bir daha təşəkkür edirəm Samirə xanım sizə, sizin şəxsinizdə bütün dünyada yaşayan Azərbaycanlılara. Ümumiyyətlə, biraz duyğulandırdı məni, çünki vallahi mən özümdən götürürəm. Bir yerdə kənarda qalanda Azərbaycandan ötəri burnumun ucu göynür, söz yadıma düşür. Buradakı meyvələrin dadı, qidanın dadı, buranın insanlarının şirinliyi, ünsiyyəti, gözəlliyi, özümüz öz qədrimizi bilmirik. Kənara çıxanda o daha asan görünür, daha gözəl görünür. Bizim atalar misalımız sahib ki, həmişə yerinə düşür. Bizdə deyirlər, qonşu qızı çirkin olar. Gedir, axtarır, qonşu qızı gedindən sonra deyir, bu gözəllikdə qız qonşumdaymış, mən bunu öz oğlum almadım, bunu gəlin eləmədim. Yəni, həmişə belə yanaşırıq, ancaq nə fikirləşir Allah dünyanın ən gözəl, hər bir gözəlliyini Azərbaycana verib. Allah Azərbaycanımızı qorusun, dövlətimizi qorusun, xalqımızı qorusun, sağlamlığımız var olsun, özümüzü qoruyaq, bir-birimizi qoruyaq. Dünyada yaxşılıqdan gözəl heç nə yoxdur. Allah hər birimizi mərdimazardan uzaq eləsin.